Xoş gördük əziz xanımlarımız. Bax belə vəkil giyinmişəm məhz sizin üçün. Çünki gəlmişəm Gülarə doktorumun yanına. Çünki Gülarə xanım elə buradan görünür də necə bir əhval-ruhiyyəli, gözəl bir doktorumdur. Xanımlar ekrana yaxın eləşir. Görə doktorumuz necədir və bugün bizi hansı xəstəlik barədə maarifləndirəcək. Gəlin. Deyirəm ki, ay xanımlar, sağ olsun Gülarə doktoru sayəsində maariflənirik. Xəbərimiz olur. Doğrudan da elə mövzular var ki, onları səhvi baxırıq, amma çox ciddidir. Bəli. Elə bu gün də o mövzulardan biri haqqında danışmaq istəyirəm. Xanımların iç geyimləri haqqında danışmaq istəyirəm. İç geyimləri necə olmalıdır? Daha çox iç geyimləri tamlıq olan geyimlər lazım və günlük paketləri mümkün qədər az istifadə etmək lazımdır. Və bir də bu xanımların daha çox verdiyi suallardan, doktor, bizim iç geyimlərimiz nəm olur. Bu nəmlik normaldırmı? Bəli, normaldır. Vagina üzünü təmizləyən, yeniləyən bir orqandır. Bunun üçün günlük 1-4 milim civarında maye ifraz olunur, özünü yeniləmək və təmizləmək üçün. Bu normaldır. Vagina normada nəm olmalıdır, quru olmalı deyil. Amma bəzi vaxtlarda, adət döngülərdən öncə, ovyasiya vaxtları, hamiləlik dönəmində, ilişki sırasında, bəzi qadınlar hamiləlikdən qorunmaq istifadə edən tabletlərdən istifadə edə bu ifrazatın miqdarı çoxalır, 2 qata qədər artmış olur. Bunu da biz normal sayırıq. Bəzən olur ki, bu qadınların bu arada etdiyi səhvlər nədir? Qadınlar bu arada, bu ərəfələrdə nəmlik çoxaldılanda qadınlar daha çox paketlərdən istifadə etmiş olurlar. Bu paketlər havalanmanı pozur, havalanma pozduğu üçün vagina materialdır, bir havalanma pozduğu üçün oranın pH-ı dəyişir və antimikrobların atması üçün, anaerob bakteri atması üçün şərait yaradır. Ona görə də vaginada biz bildiyimiz şəffaf, iysiz, qoxusuz ifrazatlar daha çox iyili, qoxulu ifrazatlara çevrilmiş olur. Əgər sizdə belə bir iyili, qoxulu ifrazatlar varsa, mütləq ginekolog müayinəsinə getmək, lazım olsa müalicət etmək və bu deyilənləri daha çox maarifləndirmək lazım ki, xanımlarımız alt geyimlərinə və günlük paketlərin miqdarına istifadə etməlidirlər. Yəni, vagina ən qısası desək, quru yox, nəm olmalıdır.